Avropa oyunlarının açılışına 33 gün qalır. Dövlətimiz Avropa Şurasının üzvüdür. Bəs xalqımız necə? Avropa ailəsinin üzvüdür. Oyunlar bunun sübutu olacaq. Avropa Oyunları Əməliyyat Komitəsinin baş direktoru Simon Clegg'lə söhbətimiz məncə darıxdırıcı olmadı. Bir ildən artıq da Azərbaycanda yaşayırsınız. Xoşunuza gəlirmi buralar? Nəyi çətin oldu öyrənmək? Nəyi çox asan mənimsədiniz? Azərbaycan, xüsusilə Bakı çox ecazkardır. Xanımımla burada yaşayıram. Azərbaycanın tarixinə, Avropanın idman tarixinə, bu oyunlara hazırlıqla bağlı kiçik töhfələrimizi də olsa veririk. O ki qaldı çətinliyə, mən və xanımım İngiltərədə öyrəşdiyimiz brendləri supermarketlərdə tapa bilmirdik. Xüsusilə qida ilə bağlı. Getdikcə yerli qidalara öyrəşməyə başladıq. Uyğunlaşmaq məsələsinə gəldiksə, İngiltərədə Bakıdakı kimi gözəl hava yoxdur. That we have here in Baku than we have back in London. Birinci Avropa oyunları ətrafında həm də orada-burada bəzən qara PR falan olur. Mən soruşmaq istəyirəm, yəni ki, onların sizin əhval-ruhiyyənizə təsir gücü varmı? Yəni, yoxsa elə boş verirsiniz, gedir, fikir vermirsiniz? Well, of course, I face many challenges here. You cannot organize an event. Ümumiyyətlə işimə gəldikdə bir sıra çətinliklərlə üzləşirəm. Amma üzləşsəm də çox gözəl anlayıram ki, işdə əsas məsuliyyətdir və bu çətin məsələləri peşəkarcasına həll etməliyəm. Üzərimə böyük bir məsuliyyət qoyulmuşdu və Avropa tarixində baş tutacaq ilk oyunları təşkil edib ərsəyə gətirək. Söhbət burada təkcə Avropa miqyasından gedir. Bu oyunlar Azərbaycan və Azərbaycan xalqı üçün də vacibdir. Bu əsnada da öz işimi həyata keçirirəm. Big responsibility and a burden that I am happy and pleased to carry. Hər halda razılaşaq ki, cənab Simon Clegg artıq tarixi şəxsiyyət olmağın bir neçə adımlığındadır. Yəni ki, bu nə biatlon deyil, nə kral ordusu deyil. Bu ilk Avropa oyunlarının təşkilatçısı adıdır və sadəcə olaraq bilmək istəyirəm, bu adın məsuliyyəti hörmətli cənab Simonu müəyyən mənada ulduzlaşdırmır ki, birdən-birə özündən belə yuxarıdan aşağı baxmaq filan, mən Avropanın birinci oyunlarının təşkilatçısıyam anlamına gətirib salmır ki. Let me first of all say that Gəlin bir məsələyə əvvəlcədən aydınlıq gətirək. Bu oyunlar ancaq Simon Clegg'in adı ilə bağlı olmamalıdır. Hüququndan danışırıqsa, burada ştat üzrə 1900 insan çalışır. Onlardan biri mənəm. Düzdür, tutduğum vəzifə çox yüksəkdir. Əməliyyatlar üzrə məndən yüksək vəzifə də var. Baş icraçı direktor Gənclər və İdman naziri Azad Rəhimovdur. Bütün işlər barədə məlumatları ölkənin birinci xanımı Mehriban Əliyevaya məlumat veririk. O da əməliyyat komitəsinin rəhbəridir. Ən sonda Prezident İlham Əliyev məlumatlandırılır. Təşkilatçılıq məsələsinə gəldikdə, burada bir məsələ xüsusi olaraq vurğulanmalıdır. Kütləvi informasiya vasitələri ilə görüşürəm. Onlarla vaxtaşırı təmasda oluram. Amma bunun da arxasında duran məsələ ondan ibarətdir ki, bu oyunları Azərbaycan xalqına tanıtmalıyıq. Oyunların səviyyəsini artırmalıyıq və Azərbaycan xalqında bu oyunlarla bağlı xüsusi həvəs hissini yaratmalıyıq. Just what a special moment this is going to be in the history of this country. Yerli orqanlarla çalışarkən harada daha çox problem çıxır və yaxud necə başa düşürsünüz bir-birinizi? Axı, siz bir həbçisiz, siz nizam-intizamı sevirsiniz, amma bir Azərbaycanlı kimi deyim ki, bizdə nizam-intizam o qədər də deyil, yəni aşağı səviyyələrdə. Dövlət qurumlarına gəldikdə bunların hər birindən yüksək səviyyədə dəstək götürürük. Bu dəstəkdən çox məmnunuq. Onların hər biri bu oyunların təşkil edilməsinə öz töhfəsini verməkdədir və belə deyərdim, burada təkcə dəstək deyil, ümumi iş birliyindən danışmaq lazımdır. Dünən hamı burada yığışdı. Burada 20 nazirlik və müxtəlif növ qurumların nümayəndələri var idi. Gördüyümüz işi burada müzakirə edirdik. Bu artıq sizə iş birliyi və nizam-intizamdan xəbər verən məsələdir. Avropa oyunları kimi yüksək səviyyəli idman oyunlarından danışırıqsa, burada müəyyən səviyyədə nizam-intizam olmasa vaxt amili baxımından çətinliklər yaranır və işi vaxtında təhvil vermək olmur. Əgər biz açılış mərasiminin 2015-ci il iyunun 12-si axşam saat 8-də başlamasından danışırıqsa, əmin olun ki, iyunun 13-də açılış mərasimi baş tutmayacaq. Hansı ölkə azarkeşlik eləyəcəksiniz? Əlbəttə, Azərbaycana azarkeşlik edəcəyik. Sözsüz ki, vətənimdən olan oyunculara da azarkeşlik edəcəyim. Lakin burada bir məsələni də vurğulamaq istəyirəm ki, bu oyunları ərsəyə gətirmək üçün çox böyük əmək sərf etmişik. Bunların öhdəsindən cəld şəkildə gələ bilmişik. Ümidvaram ki, yarışların keçirilməsi də eyni tərzdə davam edəcək.
Teşekkür ederim. Çok sağ olun. Yaşım sahibiye göre, yaş sohbete göre sağ olun. Çok sağ ol.